Aid qrup xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb. Mediada gedən məlumatlara görə, Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi rayon polis idarəsi əməkdaşları tərəfindən tutulub. O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. Qeyd edək ki, onun həyat yoldaşı da həbs edilib. Bəs Nigar Fərhad kimdir? Nigar Fərhad qızı Əliyeva 30 iyul 1989-cu ildə Kürdəmir rayonunda anadan olub. Əslən Kürdəmir rayonundandır. Nigar Fərhadın özünün təqdim etdiyi bioqrafik məlumatlara görə, atası Fərhad Əliyevin Rusiyaya köçmək qərarından sonra ailə Surqut şəhərinə yerləşib və o, orta təhsilini burada başa vurub. Daha sonra Bakıya qayıdan Nigar Fərhad Bakı Kompüter Kollecinin proqramçı fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Amerikaya dil kursuna gedən Nigar Fərhad kursu başa çatdırarkən Asa Universitetinin Kriminologiya fakültəsinə müraciət edib. Qəbul olunduğunu öyrəndikdən sonra yenidən Amerikaya qayıdaraq təhsilini davam etdirib. Amerika Birləşmiş Ştatlarında City University of New York John Jay College of Criminal Justice Kriminologiya fakültəsini bitirmişəm. Onun təqdim etdiyi məlumatlarda bildirilir ki, yüksək akademik göstəricilər əldə edən Nigar Fərhad bundan sonra Amerikada fəaliyyət göstərən Kriminal Justice Universitetinə qəbul olunub. Universitetdə təhsilini başa vurduqdan sonra Harvard Universitetində satış, marketinq istiqamətləri üzrə sertifikat proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Nigar Fərhadın bioqrafik məlumatlarında onun beynəlxalq biznes mühitində də fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, o, müxtəlif beynəlxalq tədbirlərdə və biznes layihələrində iştirak edib, tanınmış şirkət rəhbərləri ilə birgə biznes və investisiya layihələrinin hazırlanmasında iştirak edib. Nigar Fərhad aparıcı kimi Kanal S-də çalışıb. Burada o, sosial yönümlü sözün bitdiyi an verilişini aparıb.